Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Gəlin bərabər fizika sınavına baxaq. Deməli, AB trayektoriyası üzrə A nöqtəsindən B nöqtəsinə hərəkət edən cismin yer dəyişməsinin x və y oxu üzrə proyeksiyalarını hesablayın. Bir də yer dəyişmə cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, trayektoriyamız A nöqtəsindən başlayıb B nöqtəsində bitir. Mən də A və B nöqtələrini birləşdirib yer dəyişməni işarələdim. İndi mənim x və y oxu üzrə proyeksiyalarımı hesablamaq lazımdır. Burada deməli B nöqtəsində x oxu üzrə proyeksiyalar alsaq, yəni perpendikular olaraq xəttləsək 10 metr alırıq. Y oxuna isə 3 metr. A nöqtəsinə də eyni qayda ilə x oxu üzrə -3, y oxu üzrə -2 götürürük. Və bizdə deyirik ki, sx-ımız bərabərdir. Yəni son koordinat çıxılsın başlanğıc koordinat. Yəni son koordinatımız B nöqtəsidir, başlanğıc koordinatımız A nöqtəsidir. Yəni x B-dən çıxmalıyam x A-nı. Sx-i tapıramsa. B nöqtəsinin son koordinat olduğu üçün və onun x oxu üzrə getdiyi 10 metrdir. A nöqtəsində isə x oxu üzrə -3-dür. Ondan da -3-ü çıxanda toplama verir. Yəni 10-la 3-ü toplayırıq, olur 13 metr. Keçdik SY-ə. SY-də də eyni qayda ilə y oxu üzrə, yəni B nöqtəsi son koordinatdır. Onda yazacağıq ki, YB çıxılsın YA. Yəni 3 metrdən çıxmalıyıq -3-ü. Daha doğrusu -2-ni. 3-dən də -2-ni toplayanda toplama verəcək, olacaq 5 metr. Yəni burada da Y oxudur, -2-dir. Cavab olacaq D bəndi birdə. Gəldik 62. Sükunət vəziyyətindən düz xətti bərabər tərcihlə hərəkətə başlayan avtomobil 3-cü saniyədə 15 metr yol gedir. Deyir, ilk 5 saniyədə getdiyi yolu tapıb. Bir də sükunət vəziyyəti deyirsə, deməli başlanğıc sürətimiz 0-a bərabərdir. Və bərabər tərcihlə hərəkətdə 1-ci saniyədə gedilən yol düsturu S-ən bərabərdir. A bölünsün 2 vurulsun 2m-1 düsturu ilə ifadə olunur. En bizdə 3-dür və S isə 15 metrə bərabər. Onda təcili tapa bilərik. 15 bərabərdir. A bölünsün 2 vurulsun 2 vurulsun 3 çıxılsın 1. 6-dan 1 çıxırıq 5. 5A bölünsün 2 bərabərdir 15-ə. Çarpaz vurub həll eləsək 5A bərabərdir 30-da. A da bərabərdir 6 metr bölünmür saniyənin kvadratı. Təcili tapdıq. Və bərabər təcili hərəkətdə yol düsturumuz V0T plus AT kvadratı bölünsün 2 düsturu ilə ifadə olunur. İlk 5 saniyədə getdiyi yolu hesablayın dediyinə görə başlanğıc sürətimiz onsuz da yoxdur, 0-dır. Ona görə biz elə S bərabərdir AT kvadratı bölünsün 2 düsturundan istifadə edəcəyik. Yəni S bərabərdir AT kvadratı bölünsün 2 düsturunda tərcihimiz də 6-dır. Qoyaq yeni hesablayaq. S bərabərdir AT kvadratı bölünsün 2. Yəni 6 vurulsun. T də 5 saniyədir. 5-in kvadratı 25 bölünsün 2. Sar gedir, qalır 3. 3-ü də 25-ə vuranda alırıq 75 metr. 62 olacaq cəbədir. 63. X oxu boyunca düz xətti bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamana asılı qrafiki verilir. 9-cu saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın deyir. Və qrafikdən gördüyünüz kimi T oxuna yaxınlaşır, yavaşlayan hərəkət edibdir. Təcilli hərəkətdə yavaşlayanda bizdə Vx bərabər olacaq. V0 çıxılsın AT olacaq düsturumuz. Burada təcili ilk öncə tapıram. Təcili tapmaq üçün Vx-dan, yəni son koordinatdan başlanğıc koordinata çıxıb zamana bölməliyim. Başlanğıcımız sürətimiz 30-dur, yəni son sürətimiz isə 12-dir. 12 çıxılsın 30 bölünsün, bunu 3 saniyə ərzində yerinə getirib 3-ə. 12-dən 30 çıxırıq, 3-ə də bölürük, 18, o da deyəcək -6 metr bölünmüş saniyənin kvadratı. Təcili tapdıq. Təcili tapdıqdan sonra aparıb qoyuruq yerinə. Yəni Vx bərabərdir. V0 başlanğıcımız onsuz sürətimiz 30 idi. 30 çıxılsın 6T olacaq. Zamanımız da 9-cu saniyədir. 30 çıxılsın 6 vurulsun 9. Yəni 30 çıxılsın 54. 54-dən 30 çıxanda alırıq 24 metr bölünmüş saniyə. Bizdə də modulunu istəyir. Cismin sürətinin modulunu istədiyinə görə Vx-ı da müsbət götürürük, olur 24 metr bölünmüş saniyə. Cavab olacaq D bəndi. 64.
Düz xəttə hərəkət edən cismin iki cisminin hərəkət tənliyi uyğun olaraq verilibdir. X1 60 çıxılsın 4t, X2 də 6t üstə gəlsin 10'dur. Ümumiyyətlə, bizdə ikinci cismlə görüşənə qədər birinci cismin getdiyi yolu hesab edilir. Cisimlər görüşürsə, onların koordinatları bir-birinə bərabər olmalıdır. Yəni, qaydaya görə x1 x2-yə bərabər olmalıdır. Koordinatları bərabərləşsə, 60 çıxılsın 4t-ni bərabər edirəm 6t üstə gəlsin 10'a. T'ləri bir tərəfə yığsaq, olacaq 10t bərabərdir 50-yə, t də bərabərdir 5 saniyə. Zamanı tapdıq 5 saniyə. İndi ikinci cisim ilə görüşənə qədər birinci cismin getdiyi yolu istəyir. Və birinci cisimdə də gördüyünüz kimi koordinat düsturumuz x bərabərdir, x0 çıxılsın vt şəklində verilibdir. Çünki sx bizdə bərabərdir, son koordinat çıxılsın başlanğıc koordinat. Yəni s bərabərdir, deməli v vurulsun t-yə. Bizdə indi v t'nin qarşısındakı qiymətdir. Yəni 4t olduğu üçün v'nin qiyməti 4'dür. T'dəki tapmışdıq 5 saniyədir. 4'ə 5'ə vururuq, olur 20 metr. 64'ə də uyğun olacaq A variantı. 65. Cismin getdiyi yolun zamanı asılı qrafik verilib. Parabola gördüyünüz kimi t oxuna yaxınlaşır. Demək ki, bu yavaşlayan hərəkətə uyğundur. Yavaşlayan hərəkətdə də v bərabər idi. Bizdə düsturumuz v0 çıxılsın a t idi. Yəni xətti azalan, t oxuna yaxınlaşan xətti azalan isə y variantında qeyd olunub. Qeydə məsəl üçün xətti artandır, yeyinləşən hərəkətdir. Onda yolun zamanı asılı qrafiki ağzı yuxarı parabol olacaq. Yəni elin t'nin asılı qrafiki s bərabərdir və 0t çıxılsın at kvadratı bölünsün 2'dir bu düstur. Yavaşlayan hərəkət üçün uyğun olan düsturumuz. Biz də ona uyğun sürət düsturunu yazıb qrafikini tapdıq. 66. Durğun suya nəzərən sürəti 10 metr bölünmüş saniyə olan motorlu qayıq çayın axının əksi istiqamətində hərəkət edir. Qayıq 5 saniyə ərzində 48 metr yol gedib. Yəni ilk öncə qayığın sürətini tapaq. Yəni s-i bölək t-yə, 48'i bölək 5'ə görə sürəti nə qədər edir? 9,6 metr bölünmüş saniyə eləyəcək. Sonra durğun suya nəzərən sürət də verilibdir. 10 metr bölünmüş saniyə. Bizdən çayın axın sürətini istəyir. Qayıq da çayın axınının əksi istiqamətində hərəkət etdiyi üçün biz elə ondan çıxacağıq 9,6'nı. O da eləyəcək 0,4 metr bölünmüş saniyə. Gəldik maddi nöqtənin çevrə üzrə hərəkət qrafikinə. Demək, bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcilinin bucaq sürətinin asılılıq diaqramı verilibdir. Hansı nöqtə xəttdə sürətin ən kiçik qiymətinə uyğundur? Ümumiyyətlə, mərkəzə qaçma təcili, bucaq sürəti və xəttdə sürət arasındakı əlaqə düsturumuz A bərabərdir, omega vurulsun V-dir. Və sürətin ən kiçik qiyməti üçün bizdə mərkəzə qaçma təcilinin ən kiçik qiyməti ancaq omega bucaq sürətinin ən böyük qiyməti lazımdır. Çünki təcillə düz asılıdır, bucaq sürəti ilə tərs asılıdır. İndi biz xətti sürətin ən kiçik qiyməti üçün təcilin də ən kiçik qiymətinə baxmalıyıq. Təcilin ən kiçik qiyməti 1 və 2 nöqtəsindən 1'dir. Bunu tapdıq. Bir də var, bucaq sürəti omega, eyni zamanda təcilin ən kiçik qiyməti həm də 4 var. 1 var, bir də 4 var. Omeganın da ən böyük qiyməti 4'dür. Deməli, təcilin ən kiçik qiyməti 1, 4 idi. Omeganın isə ən böyük qiyməti 4 idi. 3 idi. Ona görə bunların kəsişdiyi nöqtə 4 olacaq. Cavab olacaq D bəndi. Qarşıda ötürmə ilə fırlanan disklər üzərində A nöqtəsinin B nöqtəsinə nəzərən sürəti verilibdir. Deməli, VAB nöqtəsinə nəzərən sürətimiz 3,6 metr bölünmüş saniyədir. Ümumiyyətlə, VAB nöqtənin 3,6-sa, o deməkdir ki, VA ilə VB-nin cəmi bizdə 3,6-dır. Və biz də bilirik ki, qarşıda ötürmədə sürətlər bir-birlərinə bərabərdir. Yəni, VA sürətimiz elə VB sürətinə bərabərdir. Şərt əsasən. Məsələn, B nöqtəsində saat əqrəb istiqamətində bu şəkildə olacaq. A nöqtəsində isə yuxarıya doğru olacaq. Toxunan istiqamətində yönələcəkdir. Onda VA üstə gəlsin VB-yə əsasən bu bizdə bərabərdir 3,6-ya nəzərən sürətə görə. VA VB-yə bərabər olduğu üçün aparıb yerinə qoyuram. Onda olur 2VA bərabərdir 3,6-ya. VA da bərabərdir 1,8-ə. 3,6-nı 2-yə bölürəm. A nöqtəsinə nəzərən sürətimiz 1,8 isə B nöqtəsinə nəzərən də sürətimiz 1,8-dir. Məndən isə radiuslar verilibdir. L1 30 cm verilib, L2 isə 10 cm verilibdir. Diskin bucaq sürətini hesablayın deyir.
Biz de bilirik ki V bərabərdir omega r-ə. Yəni bucaq sürətini tapmaq üçün V-ni r-ə bölmək lazımdır. Omeganı tapmaq istəyirsə V-ni sadəcə r-ə bölürük. V-miz də verilibdir. 1,8-dir. Fərqi yoxdur. Hər ikisi üçün eynidir. Radiusumuz isə 30 santimetr. Yəni 0,3 metrdir. 1 metrimiz 100 santimetrdir. Bunu da böləndə olur 6 radian bölünmüş saniyə. Yəni bizdən radiusu R1/30 cm diskin bucaq sürətini istədiyi üçün mən 1,8-i 0,3-ə böldüm. 69. Saatın saat əqrəbi hansı zaman müddətində dövr edir? Ümumiyyətlə, bizdə dövr etmə periodunda saatın saat əqrəbi 12 saat dövr edir. Dəqiqə əqrəbi, bir də var saniyə əqrəbi. Dəqiqə əqrəbi 1 saatdır, saniyə əqrəbi isə 1 dəqiqədir. İndi saat əqrəbi olduğu üçün 12 saat götürürəm. Və mənə deyir ki, hansı zaman müddətində 0,5 dövr edər. Bunun üçün biz periyod düsturunu yazırıq. Periyod düsturumuz dedik ki, yəni böyükdür, bərabərdir, tam bir dövrə sərf olunan zaman. Ona görə də zaman müddətimizi bilmirik. T-ni tapmaq istəyiriksə biz buradan T bərabər olacaq. Böyük T vurulsun, en dövrlərin sayı. 12 vurulsun, dövrlərin sayı da 0,5'dir. Onu da buranda cavab eləyəcək 6 saat. Yəni B bəndi. 70. Çevrə üzrə bərabər sürətdə hərəkətə mərkəzə qaçma təcili deyil hansı ifadəyə təyin olunur? Mərkəzə qaçma təcili ümumiyyətlə A bərabərdir bizdə. V-nin kvadratı bölünsün R-dir. Və yaxud da A bərabərdir omega vurulsun V-dir. Omega'nın da düsturu 2pi bölünsün periyoddur. Yəni 2pi bölünsün T vurulsun V ola bilər. Və yaxud da 2pi N V ola bilər. Düsturlardan bizdən dövr etmə tezliyinə görə istəyir. Yəni 1 bölünsün T-ni tezliyi ilə əvəz edirik. Ona görə cavabımız olacaq elə Y variantı. Çevrə üzrə bərabər sürətdə hərəkətdə dövr etmə periodunun sabit qiymətində radius vektorunun dönmə bucağının zamanı asılı qrafiki hansıdır? Ümumiyyətlə bizdə dedik ki, dönmə bucağı, yəni omega bərabərdir, fi bölünsün T-yədir. Dönmə bucağı da zamandan düz asılıdır. Yəni biz buradan fi-ni tapsaq, fi bərabər olacaq omega vurulsun T. Və yaxud da 2pi bölünmüş periyod vurulsun T ola bilər. Periyodun sabit qiymətində biz periyodu burada sabit götürsək, bu düstura əsasən işləyirik və dönmə bucağı zamanla necə asılı olacaq? Düz asılı olacaq. Ona görə cavabımız olacaq B bəndi. 72. Deməli, cisim A nöqtəsindən çevrə və boyunca hərəkətə başlayır. Burada bax gördüyünüz kimi saat əqrəbinin hərəkətinin əksi istiqamətində hərəkətə başlayır, əksinə doğru hərəkət edir. 1, 2 və 3 nöqtələrində olduqda onun A nöqtəsinə nəzərən yer dəyişmələrin modullarını müqayisə etməliyik. Ümumiyyətlə, əvvəlcə bax, buradan bura bilirik ki, radiusumuzdur. Buradan burada radiusumuzdur. Düzdürmü? Onda biz buradan bura xətt çəksək, düzbucaqlı üçbucaq alırıq. Radiusların kvadratları, yəni r-in kvadratı, r-in kvadratı 2r-in kvadratı. Onda bura olur kök altında 2r. Tam hesablamaq istəsək, sadəcə yer dəyişməmiz 2r olacaq. Məsələn, buradan bura gələndə artıq r ilə r-i toplayırıq, ümumi olur 2r. Deməli, onda belə yazırıq. S1 bizdə eyni zamanda bərabər oldu kök altında 2r. Bu da eyni zamanda bərabərdir S3-ə. Çünki 3 nöqtəsinə də gələndə yenə də eyni qayda ilə olacaq. Kök altında 2r ilə hesab olacaq. Amma S2 isə 2 nöqtəsində isə biz aldıq 2r qədər. İndi müqayisə eləsək, S1 ilə S3 bərabər oldu. 2r də kök altında 2r-dən daha böyükdür. Çünki kök altında 2-dən təqribən 1,4 çıxır. Deməli, onda eski getdiyimiz yol S3 və S1-dən böyük olmalıdır. Onlar da bir-birlərinə bərabər olmalıdır. Yəni, cavab olacaq Y variantı. Gəldik 73-ə. Cismə tətbiq edilmiş F1 və F2 qüvvələrin əvəzləyicisinin ən kiçik qiyməti 80 Newtondur. Deyir ki, F1 bərabərdir F2 bölünsün 5 olarsa, F1 qüvvəsinin qiymətini hesablayın. Ümumiyyətlə, qüvvələrin əvəzləyicisinin ən böyük qiyməti deyəndə qüvvələr toplanır. Ən kiçik qiyməti deyəndə isə çıxılır. Və ən kiçik qiyməti olduğu üçün F2 çıxılsın F1 bərabər olacaq 80 Newton.
Biz de buradan F1 bərabərdir F2 bölünsün 5'e. Çarpaz vurup tapsaq F2'ni 5 dənə F1 qüvvəsinə bərabər alırıq. Onu da gətirib qoyuruq yerinə. 5 F1'dən F1 çıxanda alırıq 4 F1 bərabərdir 80'ə. F1 qüvvəsini tapırıq buradan 20 Newton. Məndən nə istəyir? F1 qüvvəsini istəyirdi. Amma F2 qüvvəsini istəsəydi 5'i də vurardıq 20'yə. O da deyərdi 100 Newton. Cavab olacaq B bəndi. Gəldik 74'ə. Deyir, hansı cihazdan istifadə edək cismin təcilini təyin etmək olar? Cismin təcili dedik ki, V çıxılsın, V0 bölünsün T'dir. Yəni, sürət dəyişməsinin zamana olan nisbətidir. Zaman bilirik ki, saniyə ölçənlə ölçülür, sürət isə spidometrlə və burada bunlar yoxdur. Deməli, təcilin bir də başqa hansı düsturunu bilirik? F bölünsün M düsturu. Aha. Deməli, M kütlədir, kiloqram, vahidi cihazı isə tərəzidir. F qüvvədir, vahidi newtondur, cihazı isə dinametrdir. Onda tərəzi və dinametrlə də ölçmək olur. Cavab olacaq 74'də B bəndi. 75. Maddi nöqtəyə tətbiq olunan 3 qüvvənin əvəzləyicisinin modunu hesablayın deyir. İlk öncə baxıram ki, burada F1 və F3 qüvvəsinin əvəzləyicisi, yəni bunlara perpendikular çəksək, F2 qüvvəsinə bərabərdir. Yəni F1 qüvvəsi üstə gəlsin, F3 qüvvəsi bizdə bərabərdir F2 qüvvəsinin özünə əvəzləyici olaraq. Əvəzləyici qüvvəmiz nəyə bərabərdir? 3 qüvvənin cəmidir. Yəni F1 üstə gəlsin, F2 üstə gəlsin, F3 qüvvəsinin cəmidir. Bizdə hal-hazırda F1 və F3 qüvvəsi ilə F2 qüvvəsinə bərabər olduğu üçün onda 2 F2 qüvvəsinə bərabər olur əvəzləyici qüvvəmiz. Və bölgülərin də sayı 4 Newtondur. Saysaq 4'ü 3'ə vuranda bura 12 Newton eləyir. 4'ü 4'ə vuranda burada da 16 Newton eləyir. Və 12 bir 16 bunların da Pifagor teoremi ilə kök altına salsaq F2 qüvvəsini tapa bilərik onda. Deməli, yazıram onda F2 bərabərdir. Kök altında F1'in kvadratı plus F3'ün kvadratına. F1'imiz dedik ki 3 vur 4 çünkü bir dama 4 Newton'uydu. 3 tane de dama var orada 12 elədi. 12'nin kvadratı 144 verir. F3'te ise 4 oldu. 4'ün de kvadratı 4'e 4'e vurduk 16 elədi. 16'nın da kvadratı bizdə eləyir 256. Deməli, 144 ilə də 256'nı toplasaq, eləyir 400. 400'dən də 20 Newton çıxır. Deməli, F2 qüvvəmiz 20 Newtondur. Həqiqətən də saysaq 1, 2, 3, 4, 5 dənədir. Yəni 5 damaya uyğun olduğu üçün 20 Newton götürülür. 20'ni də 2'yə vursaq, eləyəcək ümumi 40 Newton. Cavab olacaq əvəzləyici qüvvə 40 Newton Y variantı. Gəldik 76'ya. Deyir, mayenin həcminin kütləsindən asılı qrafikinə əsasən onun sıxlığını hesablayın. Sıxlıq düsturumuz rho bərabərdir, M bölünsün V'dir. Və cavablarda da baxıram ki, qram bölünmüş santimetrin kubudur. Ona görə də mən millilitrdən santimetrin kubuna keçməliyəm. Kütləmiz verilibdir 16'dır. 20 millilitrimizdə bölürük 16'ın da 20'ye o da eləyir 0,8 qram bölünmüş santimetrin kub. Elə millilitrimiz eyni olacaq santimetrdə. Düz xətti bərabər yavaşdan hərəkət edən verilmiş kütləli cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamanın asılı qrafiki hansıdır? Bərabər yavaşlayan hərəkətdə biz bilirik ki, getdikcə yavaşladığı üçün azalır və qüvvə də sabit olur. Təcil də sabit olur qaydaya görə. Ona görə də A'nın konstant, bir də F'in eyni zamanda sabit olduğu hal lazımdır bizə. O da sabit olan bizdə T oxuna paralel xətt olur. Yəni A variantı. 78. Deməli, qarşı-qarşıya hərəkət edilən iki polad kürəcik mütləq elastiki toqquşur. Və bunların deməli həcmləri də verilibdir. Kürələrin aldıqları təcillərin nisbətini istəyir. Ümumiyyətlə, F1 bərabər olacaq bizdə F2-yə. Qüvvələri yəni bir-birinə bərabər edirik. F1 qüvvəsinə təsir edir M1 A1 qüvvəsi, F2 də olacaq M2 A2. Və gördüyünüz kimi təcillə qüvvə tərs asılıdır.
Münasibət yazsaq, A2-nin A1-ə olan nisbəti bizdə bərabər olmalıdır. M1-in M2-yə olan nisbəti. Kütlələr yox, bu səfər həcmlər verib, kütlə düsturunda həcmlə ifadə edə bilərik. Çünki M bərabərdir rho V. Onda rho vurulsun V1 bölünsün rho vurulsun V2. Buradan da çıxır rholar ixtisar gedəndə yenə də təcilimiz həcmlə tərs asılı olacaq. Yəni V1 bölünsün V2 olacaq. V1'imiz 2V'dir, V2'miz də V'dir. Bir-birinə bölsə 2V'ni V'yə böləndə alırıq 2. Deməli, nisbətləri olacaq 2. 79. Deməli, hamar üfüqü müstəvi üzərində iki tirçik çəksiz siplə bir-birinə bağlanıbdır. Bizə deyir ki, M1 kütləli tirçiyə 5 Newton qüvvə, yəni buna 5 Newton qüvvə təsir edir. İpdə yaranan gərilmə qüvvəsi isə bu isə 3 Newtondur. Birinci tirciyin kütləsini hesablayın deyir. Ümumiyyətlə F qüvvəsi bizdə həm M1, həm də M2 yüklərini hərəkətə gətirir. Amma T gərilmə isə yalnız M2-ni hərəkətə gətirir. Yəni F-in T gərilməyə olan nisbəti bizdə bərabər olmalıdır. M1 üstə gəlsin M2-nin, yəni ikisini hərəkətə gətirir. T gərilmə də M2-ni hərəkətə gətirir. Ona görə M2-yə. Bu münasibəti əsasən yerinə qoyub hesablamalıyıq. M1'imiz verilməyib, amma M2'miz verilibdir. F'imiz verilibdir, T'miz də verilibdir. Onda münasibətimiz belə olacaq. 5 bölünsün 3 bərabərdir. M1 üstə gəlsin 600 bölünsün 600. Çarpaz vurub buradan həll edib M1'i tapa bilərik. Deməli, 600'ü vururam 5'ə, 3000 eləyir. 3000'i 3'ə böləndə 1000 eləyir. 1000'dən də 600 çıxanda M1'i alırıq 400 qram. 79'a da uyğun oldu C variantı. 80. Verilmiş cismə təsir edən əvəzləyici qüvvəni 2 dəfə azaltdıqda onun təcili necə dəyişir? Biz bilirik ki, Newton ikinci qanuna görə təcil qüvvə ilə düz kütlə ilə tərs asılıdır. Və əvəzləyici qüvvəni biz 2 dəfə azaldırıqsa, onda təcilimiz də 2 dəfə azalacaq. Cavab olacaq A variantı. Üfüqi səth boyunca düz xətti bərabər təcilli hərəkət edən 5 kiloqram kütləli cismin təcilinin modulunu hesablayın. Deməli, əvəzləyici qüvvəmiz bizdə burada ümumiyyətlə həm şaquli, həm də üfüqi olaraq qüvvələr təsir edir. Əvəzləyici qüvvəmiz burada F kosinüs alfaya bərabər olacaq. Yəni, sinüs alfanı nəzərə almayacağıq. Yəni, burada bunu tapmaq istəyiriksə, F kosinüs alfanı hesablayacağıq. Ona görə də yerinə qoysam, verilibdir bizdə də qiymətlərimiz 15 vurulsun. Kosinüs alfada 0,8'dir. 44 yadda 8, 12. 12 Newton bunudur. Amma məndən 5 kiloqram kütləli cismin təcilinin modunu istəyir. Təcil də bərabərdir. Əvəzləyici qüvvə bölünsün M. Yəni 12 bölünsün. Bizdə kütləmiz nə qədərdir? 5'dir. 12'ni böləcəyik 5'ə. O da eləyəcək 2 tam onda 4. Yəni 2 tam onda 4 metr bölünmüş saniyenin kvadratı. Cavab olacaq B bəndi. 82. Əyri-xəttli və düz xəttli bərabər sürətli hərəkətlər üçün Eyler-Venn diaqramında uyğunluğu müəyyən etməliyik. Deyir, gedilən yol S bərabərdir V vurulsun T düsturu ilə ifadə olunur. Bu hər ikisinə aiddir. İstəyir əyri-xəttli olsun, istəyir düz xəttli. Yolumuz sürət vurulsun zamana bərabər. Ona görə biri ortalığa yazıram. Gedilən yol yerdəşmənin modulundan böyükdür. Bu artıq əyri-xəttli hərəkətə aiddir. Çünki əyri-xəttli hərəkətdə getdiyimiz yol yer dəyişmədən daha böyük olur. 2 gedəcək bura. Amma sürətin qiymət və istiqaməti zaman keçdikcə dəyişmir. Bu gedəcək ikinciyə. Düz xəttli bərabər sürətli hərəkət et. Bərabər zaman fəsiləsində gedilən yollarımız da bərabərdir. Bu da hər ikisinə gedəcək. Onda deməli 1, 4 ortaya gedir. Cavab olacaq C bəndi. Gəldik 83-ə. Açar sözlərdən istifadə edərək tamamlamalıyıq. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət. Bu bizdə adlanır sürət. Sonra ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki kəmiyyət. Bu adlanır bizdə təcil. Deməli 3 də bura gedəcək. Düz xətti bərabər yerləşən hərəkətdə sürət və təcil vektorları
eyni istiqamətdə. Amma düz xətti bərabər yarışan hərəkətdə isə əks istiqamətdə yönəlir. Bura gedəcək. Düz xəttdə hərəkət edən cismin koordinatın zamandan asılılıq təyin edilir. Cismə təsir edən qüvvələrin əvəzləşsi verib cismin kütləsini hesab edir. Biz koordinat düsturundan təcilin qiymətini götürə bilərik. Təcil ümumiyyətlə sürətin törəməsinə, sürət də koordinatın törəməsinə bərabərdir. Yəni təcili tapmaq istəyiriksə, koordinatı 2 dəfə törəməliyik. Ya o qayda ilə, ya da ki, t kvadratın qarşısındakı qiyməti götürüb, yəni a-nı 2-yə vurmalıyıq, tapmaq istəyiriksə təcilin. Çünki koordinat düsturumuz x bərabərdir x0 plus v0 t plus at kvadratı bölünsün 2 ilə ifadə olunur. Yəni biz bu təcili tapmaq istəyiriksə 2-yə bölünüb tapılmış formasında 3, yəni burada neçəymiş ki, təcil 2-yə bölünmüş alıb 6-ymış. Deməli a-mız 6-dır. Ya belə götürə bilərik, ya da törəməsini tapa bilərik. Törəməsini tapsaq, bir dəfə törəmə tapanda olur 6t üstə gəlsin 4. Çünki sabitin törəməsi 0-dır, amma 4t'nin törəməsi 4'tür. Üst törəmə tapanda üst yenir qabağa vurulur. Yəni bu bizdə təcil bərabər olacaq sürətin törəməsinə, o da bərabər olacaq koordinatın törəməsinə. Ona görə də 2 ilə yəni tərtib törəməsinə. Ona görə də 6t üstə gəlsin 4-dən də təzədən törəmə alanda təcili 6 olur. Qüvvə də 120 Newtondur. 120-ni də bölürəm 6-ya, yəni F-i bölürəm təcili A-ya. Yazım F bölünsün A. 120 bölünsün 6. O da beraber olacak 20 kilogramı. Gəldik 85-ə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti verilib, mərkəzə qaçmaca çevrənin radiusunu istəyir. Deməli, bizim həm xətti sürətimiz, həm mərkəzə qaçma təcilimiz verib, radiusu istəyir. Bunların üçünün birləşdiyi düstur R bərabərdir. V-nin kvadratı bölünsün A-dır. Yəni 12 vurulsun 12 bölünsün 3'tür. 144'ü də 3'ə böləndə alırıq 48 metr. Gəldik x oxunun əksi istiqamətində düz xətti bərabər təcili hərəkət olan qrafikləri seçməyə. Ümumiyyətlə bizdə düz xətti bərabər təcili hərəkətdə t oxuna paralel xətti götürə bilmərik. Çünki bu düz xətti bərabər sürətli hərəkətdə v t'dən asılı deyil, sabitdir. Nə 1, nə də ki 4-cü qrafik var burada. Bunu götürə bilmərik. Ya o, bir də ki qrafikimizdə deyir ki, x oxun əksi istiqaməti. Əksi istiqamətindədirsə, deməli sürətimiz mənfidir. X ox istiqamətində olanda sürət müsbət olur, əksi istiqamətində olanda sürətin işarəsi mənfi olur. Yəni 2-ni də götürə bilmərik. Ona görə 3-cü qrafiki götürə bilirik, mənfi olan. Bir də 6-cı qrafik götürürük. Yəni cavab olacaq 3 və 6. Deyir, fiziki kəmiyyətlərdən və onların vahdləri arasında uyğunluğu müəyyən edin. Təcil. Təcil A hərfi ilə işarə olunur. F bölünsün M-dir. Yəni Newton bölünsün kilogramdır. İndi burada Newton bölünsün kilogram yoxdur. Newtonun açılışı da kilogram vurulsun metr bölünsün saniyenin kvadratı olduğundan kilogramlarla ixtisar gedir. Qalır metr bölünsün saniyenin kvadratı. Yəni 1-ə uyğun olacaq C-bənd. Sıxlıq rho bərabərdir. M bölünsün V-dir. Yəni kilogram bölünsün metrin kubudur. 2-yə uyğun olacaq B bəndi. Bir də qram bölünsün santimetrin kubudur. Yəni həm də D variantı gedir. Qüvvə isə Newtonla ifadə olunur. Y variantı gedir və yaxud da Newtonun açılışı dedik ki, kilogram vurulsun metr bölünsün saniyenin kvadratıdır və eyni zamanda A variantı da uyğun gedir. 1-ə C, 2-yə B-dir, 3-ə isə A, Y. Və son 3 tapşırığımız burada artıq situasiya verilibdir. Deməli, sizə təqdim olunan situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək aşağıdakı tapşırıqlara cavab verək. Minik avtomobili ilk 20 saniyə ərzində 108 km/saat sürətə düz xətti bərabər sürətdə hərəkət edir. 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq düz xətti bərabər yavaşlayan hərəkət edir. 25-ci saniyənin sonunda dayanır. İndi bizdə 8-ə deyir ki, avtomobilin təkərinin radiusu 40 cm olarsa, ilk 20 saniyə ərzində onun neçə dövr etdiyini hesablayın. Əvvəlcə mən santimetrdən metrə keçirəm. Deməli, 1 metrimiz 100 cm olduğu üçün 40 cm olur 0,4 metr.
Zamanımız 20 saniyədir. Pi də 3'tür. Dövrlərin sayını istəyir. Və buradan da sürətin qiymətini götürürük və bərabərdir 108 kilometr bölünmüş saatdır. Kilometr bölünmüş saatdan metr bölünmüş saniyə keçmək üçün 18'ə bölüb 5'ə vururam. Yəni 108'i 18'ə bölüb 5'ə vururuq. O da eləyəcək 30 metr bölünmüş saniyə. Sürəti də tapdım. İndi mən düsturum, xətti sürətin düsturu və bərabər idi. 2 pi r bölünsün periyodu idi. Periyodunda yerinə biz zaman və dövrlərin sayına görə işləyirik. Yəni 2 pi r periyodda balaca t bölünsün n olduğundan qalxacaq yuxarı 2 pi r-in bölünsün t olacaq. Buradan bizdən dövrlərin sayını istəyir, n istəyir. Qoyuram yerinə 2 vurulsun 3 vurulsun radius 0.4'tür. Zamanımız 20'dir. En dövrlərin sayını bilmirəm. Bu da bərabərdir bizdə 30'da. Buradan da dövrlərin sayını tapırıq, hesablayırıq. Dövrlərin də sayı eləyəcək 30 vurulsun 20, yəni 600. 600 bölünsün 6 vurulsun 0.4. 24 2.4 600 də 2.4'e böləndə 250. Cavab olacaq 250 dövr. Geldik 89'a. Deyir ki, zamanın t0 anında, t1 20 saniyəsində, bir də 25 saniyəsinə uyğun sürətin qiymətləri yazılmaqla ilk 25 saniyədə avtomobil sürəti modul zaman asılı qrafikini çəkin. Qrafik aslında sürətin qiymətini ifadə edin. Deməli, TV1-i onsuz da bilirdik, sürətimizi bilirik. 108 km bölünmüş saatimiz eləmişdi 30 metr bölünmüş saniyə. T1'imiz də 20 saniyədir. Təcil bizdə bərabər idi. Sürət dəyişməsinin zamana olan nisbəti. Yəni V çıxılsın V0 bölünsün T'dir. İndi bizdə məsəl üçün başlanğıc T0 zamanımız 0'dır. T1'imiz 20'dir, T2'miz 25'dir. Yəni bu dəyişməmiz hesablayanda delta T'ni. Biz 25'dən 20'ni çıxırıq, eləyir 5 saniyə. Delta T'miz 5 saniyədir. Sürət dəyişməmiz də hesablayanda eləyir 30. 30'u da 5'ə böləndə təcili tapıram 6. Onda V2 bərabərdir 30 çıxılsın 6T'yə. Bunu da qrafikini qurmaq istəsək, bu şəkildə quracağıq. İlk birinci başlayanda düz xətti bərabər sürətdə hərəkət etdi, sonra isə yavaş hərəkət etdi. Bunu təbii ki 20 saniyədə edir, bu birisini isə 25 saniyədə edir. Və 30 metr bölünmüş saniyə sürətlə hərəkət edir. Deyir ki, ilk 25 saniyə ərzində avtomobilin getdiyi yolu hesablayın. Biz bunu iki üsulla həll edə bilərik. Ya burada ümumi trapesiyanın sahəsi kimi işləyə bilərik. Trapesiyanın sahəsi oturacaqların cəminin yarısının hündürlüyü hasilidir. Yəni oturacaqlarımızdan biri 20'dir, biri 25'dir. 20 ilə 25'i toplayıb 2'yə bölüb, hündürlük də 30'dur. 30'a vurub tapa bilərəm. 15, bu 45'i də 15'ə vuranda 675 metr edir. Bu birinci üsul. İkinci üsul necə edə bilərik? Burada artıq S1'i taparam ilk öncə B1 T1'dən. Yəni 30'u vuraram 20'yə. Bunu düzbucaqlı kimi hesablayaram. Düzbucaqlının sayısı eni vurulsun uzunluqdur. 600 metr belə gedir. İkincisi isə düzbucaqlı üçbucaqdır. Burada isə düzbucaqlı üçbucağın sayısı katetlərin hasilinin yarısıdır. Yəni burada olacaq 30 bölünsün 2 vurulsun 5 olacaq. Hündürlüyümüz də 5'dir. 25'dən 20 çıxanda 5 eləyir. İkincisi isə belə olacaq. Deməli 30 bölü 2 vurulsun 5. Bu da olacaq 75 metr. Düzbucaqlı üçbucağa görə. Və katetlərimizdə dediyimiz kimi 25'dən 20 çıxanda bura 5 eləyir. Buradan burada 30 idi. 30'u vurduq. Deməli 5'ə böldü 2'yə 75'də bu elədir. Sonra da bunların cəmini taparıq. 675 ümumi eləyər 675. Yəni hansı üsul asandırsa o formada tapa bilərsiniz. Bu qədər. Növbəti videolarda görüşmək üzrə. Sağ olun.